Şirvan düzündə nəhəng infrastruktur layihə icra edilir. Su itkisinin qarşısını almaq üçün ölkəmizin ən böyük suvarma kanallarından biri olan Yuxarı Şirvan kanalı Şirvan adı ilə yenidən qurulur. Həm qazıntı işləri görülür, həm beton üzlük çəkilir, həm də müxtəlif təyinatlı hidrotexniki qurğular tikilir. 20-ci əsrin ortalarında qazılan Yuxarı Şirvan kanalı artıq bu günün tələblərinə cavab vermir. Əsas problemlərdən biri su itkisi, ətraf torpaqların şorlanmasıdır. Və bununla bağlı artıq paralel olaraq müasir və beton üzlüyə alınmış yeni kanal salınır. Layihənin həyata keçirilməsində məqsəd ildə təxminən 350 milyon kubmetr su itkisini azaltmaqla kanalın imkanlarını artırmaqdır. Nəticədə əkin sahələrinin suvarılması yaxşılaşacaq və aqrar sektorda məhsuldarlıq artacaq. Kanal Respublikamızın 10 rayonunu əhatə edən 125.555 hektar əkin sahələrinə suvarma suyunu çatdıracaq və əlavə olaraq 105.950 hektar yeni suvarılacaq sahələrə suvarma suyu ilə təmin edəcəkdir. Şirvan kanalı başlanğıcını Mingəçevir su anbarından götürməklə Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, İsmayıllı, Ağsu, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarının əkin sahələrini su ilə təmin edəcək. Dərinliyi 5, dibdə eni 25, üst hissədə isə 40 metr olacaq. İşlər köhnə kanalla bağlı paralel olaraq davam edir. 50 metr kənarda Yuxarı Şirvan su kanalı fəaliyyətini davam edir. Gördüyünüz kimi artıq yeni kanalda möhtəşəm kanal yaradılıb. İşlər başa çatdıqdan sonra köhnə kanal torpaqla bastırılacaq və yeni kanal istifadəyə veriləcək. Layihə təkcə suvarma deyil, ekoloji baxımdan da çox önəmlidir. Su itkisinin qarşısının alınması ilə həm də torpaqların degradasiyası dayanacaq və regionda ekoloji tarazlıq bərpa olunacaq. Kanallarda keyfiyyətli və hamar səthi üzvlərə nail olması vacibdir. Bu səbəbdən də beton üzlüyün çəkilməsi, beton yayan maşınlar vasitəsilə həyata keçirilir. Nəticədə sürətli və keyfiyyətli üzlük əldə etmiş oluruq. Şirvan suvarma kanalının üzərində müasir hidrotexniki idarə etmə sistemi də qurulur. Bu, suyun düzgün paylanmasını, ehtiyac olan sahələrə vaxtında və bərabər çatdırılmasını təmin edəcək. Baş qurğusu, tunel tipli keçidlər, su buraxan və səviyyə qaldıranlar mövcuddur. Təxliyə cəldaxılan sistemlər, duker tipli keçidlər, həmçinin avtomobil və piyada körpüləri inşa olunur. Daha bir önəmli məsələ isə odur ki, Şirvan kanalı yalnız su təsərrüfatını deyil, eyni zamanda nəqliyyat və kommunikasiya xətlərini də əhatə edən müasir mühəndis kompleksi kimi nəzərdə tutulur. Layihə çərçivəsində kanalın üzərində 171 ədəd texniki qurğu tikiləcək, körpülər, keçidlər. Hal-hazırda biz Yevlax Şəki yolunun üzərində körpünün qarşısındayıq. Gördüyünüz kimi alternativ yolla nəqliyyat hərəkət edir və körpü qısa müddətdə istifadəyə veriləcək. Beləliklə, yenidən qurulan Şirvan kanalı təkcə suyun deyil, həm də regionun gələcəyinin axarını müəyyənləşdirəcək. Əli Səmədov, İbrahim Mustafayev, Röya Qarabağlı, ASTV Xəbər.